Cinema Radio, Cinema Radio, Cinema Radio. Əziz dinləyicilər, Dost Sinema rubrikasına keçid aldıq və bugün də qonağımız var. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin seçim komissiyasının üzvü, senarist, redaktor, sənətşünas, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, hamımızın yaxşı tanıdığı Nadir Bədəyalovdur. Nadir müəllim, xoş gəldiniz. Nadir müəllimlə biz bugün əsasən qaliblərdən danışacağıq və biraz məlumat verim. Nadir müəllim Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin növbəti film layihələri müsabiqəsinin qalibləri açıqlandı. Biraz bizə nələri müşahidə etdiniz, nələrlə yadda qaldı? Bax, bundan danışın bizə. Bundan danışmaq üçün bir qədər geriyə qayıtmaq lazım olacaq. Çünki təxminən 25-ci ilin əvvəllərindən hardasa fevral-mart aylarından mənə müraciət olundu. Əvvəllərindən, ola bilər yanvar ayında dedilər ki, belə bir seçim komissiyası yığırıq, siz də nəzərdə tutmaq, iştirak edə bilərsinizmi? Mən razılıq verdim və bundan sonra bir müddət keçəndən sonra o layihələr göndərildi bizə və biz onları oxumağa başladıq. Bu biraz vaxt aparan prosesdir. Biz maraqlıdır, çünki olduqca maraqlı layihələr gəlmişdi və bu maraqlı layihələrin içində daha maraqlılar vardı. Çox çətin idi onları müəyyənləşdirmək, amma buna baxmayaraq hər halda öhdəsindən gələ bildik. Burada mənim diqqətimi ən çox cəlb edən bu günləri nələr baş verir. Adətən komissiya üzvləri olsun, ekspertlər şurası olsun və yaxud da ki, tutaq ki, kimlərsə yazırlar bütün bu proseslər haqqında. Adətən onlar elə bil ki, elə yazırlar ki, güya hər şeydən biz xəbərdarıq, amma bu gətirənlər, bu öz ideyalarını, layihələrini gerçəkləşdirmək istəyən adamlar o qədər də bilmirlər biz onları hal eləmək. Yox, elə deyil məsələ. Əksinə, mən məsəl üçün seçim komissiyasının üzvü kimi orada ssenarilərlə tanış olanda mən öyrənirdim, nəyi öyrənirdim? Bugün cəmiyyətdə hansı proses gedir? Çünki bir çox ssenarilər müsabiqəsində mən iştirak eləmişəm, üzv olmuşam, bəzən də sədr olmuşam və orada mən fikir verirdim ki, bir neçə il bundan qabaq tamamilə bir başqa əhval var idi, başqa bir tendensiya hiss olunurdu burada. Daha çox fərdiləşməyə, öz dünyası olan insanlar haqqında danışılırdı. Bu günləri isə hər bir insan nəyisə dərk eləmək istəyir. Elə bir ki, hansısa bir ümumini, eləcə də həmin o layihələrin müəllifləri, ümumi gedən proseslərdən elə bir bu günləri bir qəribə, möcüzəli bir vaxtda yaşayırıq. Hər birimiz istəyirik ki, bunu ayırd edək. Biz harada yaşayırıq, hansı dövrdə və nə olacaq, necə olacaq və biz nəyi adlayıb gəlmişik. Bu olduqca maraqlı mövqedir və bu mövqeyini, bu ifadə olunmayan, amma görk olunan ssenarilərdə mövqeyini mən hiss elədim. Bu barədə bu müsabiqə və ya müsabiqə deyim, nə deyim, bu olduqca maraqlı bir proses oldu. İştirakçılar barədə nə deyə bilərsiniz? Daha çox xanımlar, yoxsa bəylər təşkil edirdi? Mən açıq deyim, onu o qədər də prosenti, faizi mən hesablamadım. Amma orada qadınlar da var idi. Açıq demək, bu günləri əlbəttə ki, bizim qadınlara, bizim gənc qızlara ancaq fərəhlənmək olar onlarla, çox yaradıcıdırlar və istəyirlər ki, onların düşündüyü ideyalar, yaradıcılıqları onlar çatdırmaq istəyirlər. Elə pitchingin özündə də bir də görürdün ki, doğrudan da bir neçə dənə layihədə bizdə gənc qızlar çıxırdı, elə danışırdılar ki, mən onlara həsəd apardım, əhsən deyirdim ürəyimdə. Çünki doğrudan da çatdıra bilirdilər. Bir çox şeyləri, məsəl üçün, biz səhifənin, varağın, səhifələrin üzərində oxuya bilmirik, duya bilmirik. Onlar öz çıxışları ilə, öz nitqləri ilə, öz belə o emosional çıxışları ilə bizə çatdırmaq istəyirdilər ki, əslində nəyi demək istəyirlər. Bu barədə əlbəttə olduqca maraqlıdır və eyni zamanda bizim gənclərimiz, əsasən burada gənclər idi, yəni gənc burada rejissorlar, ssenaristlər çıxış edirdi və açıq deyim ki, proses gedir, hər halda maraqlıdır. Nə olacaqsa yaxşı bir şey olacaq, gələcəkdə Allah qoysun.
Seçimler necə aparılırdı? Məsələn, Nadir Bədalovun kriteriyaları, meyarları nə idi? Mən birinci növbədə ideyalar əlbəttə ki var, ideyalar bizdən kənarda uçur. Belə bir söz də var, kimsə demişdi. Bu ideyalara nə dərəcədə səmimi bağlıdır. Biz çox yaxşı, yüksək materiyalardan danışa bilərik. Biz ilahiyyatdan da danışa bilərik. Biz bizim dövlət siyasətindən danışa bilərik və adi həyatdan, mənəviyyatımızdan danışa bilərik. Hər şeydən danışa bilərik. Amma nə dərəcədə bu ideyalar mənimdir. Mən özümdə tapa bilmişəm onları və yaxud da özümü onlarda tapa bilmişəmmi? Bu qarşılıqlıdır əslində. Mən ona diqqət yetirirdim ki, bu nə dərəcədə səmimidir, nə dərəcədə bunun içindən gəlir. Və ümumi desək, nə dərəcədə bu müəllifdir. Müəllifdirmi? Çox vaxt götürür, yazır, oxuyursan, görsən hər şey qaydasındadır. Nə yoxdur? Müəllif yoxdur, ürək yoxdur, bağlılıq yoxdur, onun bioqrafiyası yoxdur, həyatı görünmür orada. Nədən istəyirsən danış, hansı qəhrəmandan danışırsan, danış. Amma sənin bioqrafiyan orada olmalıdır. Mən hiss eləməliyəm səni. Və buna üstümə həmişə buradan yanaşmışam. Sonra gəlir sənət əlbəttə. Estetik prinsipləri, bədii yanaşma. Hiss dediniz. Kimi hiss etdiniz? Hansı layihə sizi hardasa tərpətdi? Açığı deyim ki, orada iki layihə oldu. Bunlar mənim daha çox bədii filmlər, orada sənədli filmlər də oldu. Daha əgər siz doğrudan biraz bu məsələni qoyursunuz prinsipial şəkildə ki, ən çox hansı xoşumuza gəldi. Bir layihə Türkiyə layihəsi idi. Olduqca maraqlı bir ssenaridir. Mən onu bir də oxudum, məndə var, ola bilər bir də qayıdım. Çox maraqlı ssenaridir. Amma bu bir qədər bizdən uzaq idi. Daha çox bunlar iştirak edirdi, amma Türkiyə istehsal olacaqdı. Ona görə də o keçmədi. Amma olduqca maraqlı bir də Tanrının Otağı adında bir ssenari verilmişdi. O ssenari mənim xoşuma gəldi, amma o ssenaridə bəzi siyasi məqamlar və biraz həssas məsələyə toxunmuşdu. Bugün üçün biraz kövrək məsələdir. Ona bütün insanlar eyni cür yanaşa bilməzdi. Mənə belə gəlir ki, ekspert şurası da elə bundan çıxış elədi. Biraz ehtiyat elədilər ki, amma ssenari yazılıb çox yüksək peşəkar səviyyəsində yazılıb və orada mən hiss elədim o anları, o pauzaların özündə də mən müəllifləri hiss elədim. Ona görə onlara əhsən deyirəm, yaxşı yazmışlar. Amma mən orada da, hətta seçim komissiyasında biz görüşdük müəlliflərlə. Orada da mən dedim ki, orada elə məsələlər var ki, mən istəyərdim bir qədər korrektə eləyəsiniz, dəyişəsiniz. O incə məsələdir. Biraz da baxın, biraz da dəyişdirin. Görünür, nə isə bir balaca ehtiyatlandırdı. Amma o layihə mənim çox xoşuma gəlmişdi. Əgər mənim fikrimi Tanrının Otağı adında layihə mənim xoşuma gəlmişdi. Nədir müəllim, sizdə başqa ekspertlər arasında kimlər var idi? Məndən başqa orada bizim görkəmli incəsənət adamları, bizim siyasi qadınlar vardı, bizim siyasi şərhçilərimiz məsəl üçün çox mənim üçün maraqlı gəldi. Hüquqşünaslar var idi, yazıçılar vardı, İlqar Fəhmi, Orxan Mərdanov, kino adamlardır, ədəbiyyat adamıdır. Yusif Şeyxov uzun illər kino studiyada işləyib, sonra Mədəniyyət Nazirliyində, kino şöbəsində aparıcı mütəxəssis olub, sonra ondan məndən sonra Mehriban Zəki, xalq artistidir. Eldar Namazov, siyasi şərhçidir, siyasi filosof mən deyərdim, olduqca maraqlı onun çıxışlarını mən dinləyirəm. Və bir çoxları var idi, ola bilər kimlərsə yadımdan çıxıb ona. Sonra İlham Qasımov var idi, Yunus müəllim orada hüquqşünas olduqca maraqlı çıxışlar elədi. Belə, indi kimsə yadıma düşəndə ola bilər, nəysə, kimsə yadımdan çıxıb, amma yadıma düşəndə deyərəm sizə. İstəyərdim biraz pitchingdən danışaq. Ümumiyyətlə, ötən illərdəki pitching prosesi bu ilki ilə müqayisədə yəni nələr var, irəli gedə bilirikmi? Yoxsa nəyin üzərində işləməliyik? Ötən pitchinglərdə mən belə kənardan tanış olma iştirak eləməmişəm, amma buna baxmayaraq tanışam, baxmışdım, bilirəm və orada seçim komissiyası mən seçdim.
Bundan sonra artıq pitching də özünü necə təqdim edəcək, onun layihə müəllifləri necə təqdim edəcəklər və ekspertlər şurasını necə inandıra biləcəklər. Bax, belə olmalıdır. Və ondan sonra seçim komissiyası susur. Amma burada seçim komissiyası bilmirəm, yəni biz də müdaxilə elədik, biz də iştirak elədik. Bəzilərini özümüz suallar verirdik, dəqiqləşdirirdik müəlliflərə və bəzilərində də biz bir növ elə bil müdafiəçi kimi çıxış eləyirdik ki, belə layihələrin müdafiəçisi kimi. Çünki biz əgər bunu seçmişiksə, biz bilirik ki, nəyə görə seçilib. Biz daha yaxşı, çünki aylarla bu layihələr, bu ssenarilər bizim əlimizdə olub. Biz onlarla tanış olmuşuq. Biz bir neçə dəfə götür qoy eləmişik, biz mübahisələr eləmişik. Biz sonunda gəlmişik ortaq bir fikrə ki, bəli, bu layihəni irəli vermək olar. Və bu barədə seçim komissiyası çox böyük bir yol keçib. Ekspertlər Şurası isə həmin o anda münasibətlərini bildirdilər. İndi bilmirəm belədir. Amma dünyada isə çox vaxtı pitchinglər mən bildiyimə görə ekspert şurası burada müəyyən, əgər səhv eləmirəmsə əlbəttə, indi kimlərsə ola bilər məndən daha yaxşı xəbərdardılar bütün bu işlərdən. Çünki mən bilirəm ki, bizdə elə adamlar var ki, elə pitchinglər dünyada baş verən və bütün festivallara gedirlər. Mən az gedirəm elə yerlərə. İmkanım olan əgər imkan verilirsə, əgər imkanım varsa, o şəraitdə mən gedə bilirəm. Amma belə götürəndə isə adamlar var ki, bütün bunlardan daha çox xəbərdardırlar. Mən bildiyim pitchingdə oturan ekspertlər şurası özləri maraqlıdırlar ki, orada maraqlı bir layihə çıxsın. Mən özüm öz pulumdan onu alım. Çünki ideya ardınca gəlirlər ekspert şurası. Gəlirlər görüm ki, burada nə maraqlı bir mən özüm bunu gerçəkləşdirəcəyəm. Burada nə maraqlı bir ideya var ki, mən onu götürüm, yaxud ssenari var ki, mən onu götürüm və ondan sonra böyük bir şedevr yaradım. Pul qazanım. Kommersiya da kinoyum eyni zamanda. Ancaq o demək deyil ki, burada söhbət dövlət deməli dəstəyindən gedir. Ona görə də ekspertlər şurası daha çox burada ictimai başlanğıcla çıxış edirlər. Bu bir balaca ola bilər ki, bir qədər fərqləndirir. Formatına görə, münasibətinə görə, yanaşmasına görə. Bunu nəzərə almaq lazımdır. Az önce biraz mövzulardan siz bize haber verdiniz ama daha çok mesela hansı mövzular üstünlük təşkil edirdi, belə deyək. Və mənə çox maraqlıdır. Ötən illərlə müqayisədə bu il layihələrin ümumi sayı baxımından daha çoxmu insanlar fəallıq göstərirlər, daha çox layihə təqdim edirlər, yoxsa azalmaya doğru gedir? Yox, mənə elə gəlir ki, heç azalmağa doğru getmir. Yeni nəsil gəlir, gənclər gəlir. Onlar hamısı istəyirlər ki, çıxış eləsin, özlərini ifadə eləsinlər. Onlar ki, onu sevirlər, orada iştirak edənlər. Onlar ki, onu bilirlər, öyrənirlər. Amma nə dərəcədə əlbəttə mən köklərə qayıtmaq daha çox üstünlük verirəm. Nəinki dünya kinosunu öyrənmək. Bunsuz mümkün deyil. Biz əlbəttə ki, dünyada məhəng kino xadimlərini tanımalıyıq. Onların heyranı olmalıyıq, amma bir şərtlə. Ondan öyrəndiyimizi gətirmək yox. Öyrəndiyimizi bizim kökümüz olan vara ondan üstün qoymayaq. Çünki bizim üçün daha çox bu var. Bizim durduğumuz, bizim yaşadığımız məkandan bu necə görünür? O rakursdan baxaq, oradan qiymətləndirək. Daha belə kör-köranə heyranlıq yox və yaxud da ki, qul kimi heyranlıq yox ki, sən böyüksən, mən kiçik. Yox. Biz ancaq öz mövqeyimizdən baxmalıyıq, öz mövqeyimizdən hansı məkanda, hansı coğrafiyada, hansı dünya görüşdə, hansı etiqadda biz dayanmışıq və ora baxırıq. Hansı dövlətdən, hansı milli ideyalardan biz çıxış edirik və ora baxırıq. Oradan qiymətləndirmək lazımdır. O ki, qaldı sizin o ümumiyyətlə layihələr haqqında təsəvvürünüzü bilmək istəyirsinizsə, sonda əvvəldə çox maraqlı bir fikir söylədiniz ki, kimlər qalib gəldi, gəl ondan danışaq. Mən də onu qeyd eləməyəcəm. 2 nəfər qalib gəldi. 2 nəfər. Biri Vaqif Mustafazadə idi, bizim mədəniyyətimiz. O bir epoxa idi. Doğrudan da bizim musiqi dilimizi dəyişdi. Tamamilə yenilik gətirdi. Özü çox cəsarətli. Musiqiçilər məndən yaxşı bilirlər bunu. Buna qədər biz fortepianoda muğama qulaq asırdı. Tamamilə kanonik bir, gözəl də çalırdılar. O vaxtı var idi. Vaqif Mustafazadə gəldi, onu dəyişdi. Ona bir azad çıxartdı.
genişliyə çıxartdı. Və o mənada bilməm indi buna yaxşı da yanaşma ola mübahisə. Bax Mustafazadə qalib gəldi. İkinci də Qarabağ qəhrəmanı. Qarabağ müharibəsinin qəhrəmanı. Bu olduqca simvolikdir. Mədəniyyətimizin qəhrəmanı. Bir də ki, bizim müharibə qəhrəmanımız, Vətən müharibəsinin qəhrəmanı qalib gəldi. Bu sonuncu güllə, bu 2 tam metrajlı film qəbul olunur bildiyimə görə. Mən bundan razıyam. Düzdür, mənim bu layihələrdən üstün bildiyim layihələr var idi. Bu ssenarilərdən üstün gördüyüm ssenarilər var idi. Bayaq dedim bir neçəsinin adını sizə. Amma bunlar qalib gəlməyi özü də bir rəmzi xarakter daşıyır, bir simvoldur. Belə də olmalı idi, görmüş. Bəs yaradıcılıqla kommersiya uzlaşması deyək. O baxımdan necə görürsünüz? Əgər yaradıcılıq və yaxud da incəsənəti biz ümumiyyətlə tarixdən, siyasətdən, bir də kommersiyadan ayırsaq, bu olacaq folklor. Özümüz üçün zümzümə eləyir. Mətbəxdə xörək bişirsən, könlü və kişi özün üçün nəsə oxuyursan. Və doğrudan da gözəl nümunələr var, folklor, xalq yaradıcılığı. Amma incəsənət, kino, teatr, ədəbiyyat, bunlar siyasi aksiyadır, siyasi. Bu tarixdə yaranır, tarix üçün yaranır. Coğrafiya mövqeyi var. Hansısa geosiyasi bir mühitdən yaranır. Ona görə də və bu da kommersiyasız mümkün deyil. Eğer doğrudan da böyük bir layihə edirsənsə, ya burada ancaq necə Sovet İttifaqında var idi, dövlətli, ancaq dövlətin pulu ilə sənin filmlərin hamısı, burada kommersiyadan söhbət gedə bilməzdi. Filmlərin hamısı dövlət əlindən ayrılmış pulla çəkilirdi. Və yaxud da ki, necə indiki dövrdə, indiki yaşadığımız rejimdə, yəni ki, biz indi azad bazar iqtisadiyyatı indi təşkil edir. Bilməm də kapitalizm deyim, amma ki, hər halda bu o deməkdir ki, burada kommersiya maraqları da nəzərə alınmalıdır, tamaşaçılar gəlib baxmalıdır, çəkilən film özünün pulunu geri qaytarmalıdır, növbəti film çəkmək üçün özü də artıqlaması ilə. Əgər yaxşı filmdirsə 2-3 dəfə artıqlaması ilə çəkir ki, əvvəlkindən daha böyük büdcəylə yeni filmlər çəkə bilsin. Bu belə olmalıdır. Başqa cür mümkün deyil. Kino budur. Kino institutu əgər hər hansı bir cəmiyyətdə istəyirlərsə işlək olsun, daim işləsin, ölü vəziyyətdə qalması, ümumiyyətlə institutun adını çəkmək olmaz əgər kommersiya bu qazana bilmirsə. Orada mütləq həmin çəkilən film özünün pulunu qaytarmalıdır, başqa cür mümkün. Mən demirəm ki, götürsünlər, lağlağı filmlər çəkilsinlər, bekara filmlər. Çünki insanlar xoşlayırlar lağlağını, böyük əksəriyyət. Amma buna baxmayaraq, heç də az adam yoxdur ki, onları da maraqlı, intellektual filmlərə cəlb etmək olar. Ona görə də mənə elə gəlir ki, bugünkü kino işlərini, filmlər çəkən adamların hamısının festivalda gedib yer alım, gəlim müəyyən bir arayışla ki, mən getdim Azərbaycan adını tanıtırdım, mən bunu qəbul eləmirəm. Çox yaxşı qazanmışsın, lab yaşamı, zəhmət olmasa o pulun, nə qədər xərcləmirsən, onun pulunu çıxart. Nadir müəllim, siz özünüzdə senaristsiz, redaktorsuz, sənətşünassız. Bax, ürəyinizcə olan bir layihə mi deyim, film mi deyim, sinema. Nəyi görmək istəyirsiniz ekranda? Nəyə siz düşünürsünüz ki, bax, indi tələbat var, bu olmalıdır, insanlar baxmalıdır, maariflənməlidir? Buyurun. Mən sizə bir dənə dünya kinosunda, eləcə də Azərbaycan kinosunda ən yaxşı filmlər artıq çəkilib. Heç kim, heç bir film gözləmir. Mən sizə indi deyim ki, siz bu dəqiqə oturub hansısa bir filmi gözləyirsünüzmü ki, gəlsin, mən gələm oturum, baxın. Mənə elə gəlir ki, elə filmlər var ki, bu dəqiqə mən nə qədər siyahı var gözəl filmlərdə. Mən onlara vaxt tapa bilməm ki, gedim oturup baxım. Çünki çatdırma olmur da, dərs var, işlər var, nəyisə götürmüşsən, onu yazıb verməlisən. Çatdırmaq olmur, elə bir gedim onlara baxım. Üstəgəl yeni gələn gənclər də deyirlər ki, mən də varam, mənim də filmlərimi bax, mənim də əsərlərimi oxu. Amma mən necə oxuyum, çatdıra bilmirəm. Bax, budur kino
tənqidi kinoşünaslığın üzərinə düşən vəzifə ki, o laqeydlik buzunu qırsınlar. Yaxşı sənətkar gəlirsə, o elə eləməlidir ki, həmin o baxmaq istədiyin şedevrlər arasında mənim də şedevrim var. Zəhmət olmasa oturub bax. Bax bunu eləsinlər gənclər. Mən heç nə gözləmirəm. Mən çünki olduqca maraqlı mənim marağımı və yaxud da ki istəyimi qane edə biləcək əsərlər artıq çəkilib, yazılıb. Mən onları oturub oxuyaram. Mən ona insana nə qədər ömür verilib ki. Hə, o biri tərəfdən də yeniləri gəlir. Bax bu yeniləri üçün yol açmaq bu kinoşünaslığın, kino tənqidçilərinin işidir birinci növbədə və biz də bu ildə, bu yaxınlarda belə bax bu il biz təsis elədik Kino İttifaqının, Azərbaycan Kinematografçılar İttifaqının təşəbbüsü ilə biz nəzdində ayrıca olaraq kino tənqidçiləri və kinoşünaslar gildiyasını, Azərbaycan Respublikası Kino Tənqidçiləri və Kinoşünaslar gildiyasını deməli biz təsis etdik, danışdıq, yığışdıq. Biz hal-hazırda bütün bizim sənədlərimiz Ədliyyə Nazirliyində bizi dəfələrlə çağırıblar, söhbətlər olub və gözləyir ki, yaxın zamanlarda təsdiq olacaq və ondan sonra da biz fəaliyyətimiz artıq başlayıb işləyirik. Biz müsabiqələr də keçirdik və bax bu gildiya kimlər ki yığışacaq, onların birinci növbədə vəzifəsi olacaq ki, həmin o mən dediyim buz var ha. Heç kim heç nə gözləmir. Hamısı hər şey bəllidir. Amma o buzu qırmaq, maraq yaratmaq, o yeni filmlər üçün, yeni gələn nəsillər üçün elə bil ki, beyinlərdə, fikirlərdə, tamaşaçı psixologiyasında yer ayırmaq. Nadir müəllim, siz müxtəlif illərdə, müxtəlif müsabiqələrdə jüri üzvü olmusunuz. Yox, mən özüm də televiziyalarda işləmişəm, kino studiyada işləmişəm. Mənim özümün də həm ssenari müəllifliyimlə çəkilmiş sənədli filmlər var, çoxlu. Sonra da redaktor kimi işlədiyim bədii filmlər var və müəyyən qədər də rejissor olduğum sənədli filmlər var. Bax, məsələn, müsabiqələri götürsək, ötən ilki müsabiqələrlə bu ilki müsabiqənin fərqi nədədir? Məsələn, irəliləyiş, inkişaf varmı və ya nələrin üzərində işləmək lazımdır? Bir il əlbəttə elə böyük sıçrayış üçün imkan yoxdur, hələ ki elə bir, amma inkişaf yenə deyirəm, ümumi götürsə əlbəttə ki inkişaf görünməkdədir. Birinci növbədə peşəkarlıq, ssenari özü də ssenari, təəssüflər olsun, bəzi ssenarilər gəlir, ideyaları yaxşıdır, amma qeyri-peşəkar səviyyədə yazılıb. Onlar bilmirlər necə qursunlar. Onlar bilmirlər ki, burada ümumiyyətlə müsbət qəhrəmanın protagonist, antagonist mövqelərini düzgün müəyyənləşdirə bilmirlər ssenaridə. Buna görə də o itkilər olur. İdeya yaxşıdır, amma görürsən ki, hələ ki formalaşmıyor. Ona görə də mən çox istəyərdim ki, ssenari məktəbləri də bizdə olsun. Mənim dərs dediyim İncəsənət Universitetində, Mədəniyyət və İncəsənət Universitetində bədii yaradıcılıq və ssenari deməli fakültəsi var. Orada da ssenaristlər öyrədirik, çalışır. Amma yenə deyirəm ki, bu kifayət eləmir. Yəni ki, ayrı-ayrı kurslarda, ittifaqda var, Kinematografçı İttifaqında var. Amma bir qədər də fəal istəyərdim ki, bunlar da iştirak edilsin. Elələr də var ki, gedirlər xaricdə oxuyurlar, gəlirlər, peşəkardırlar, yaza bilirlər və fərqlənirlər. Nadir müəllim, biraz da bizə fəaliyyətinizdən danışın. Ümumiyyətlə, nə ilə məşğulsuz? Ssenari yazırsınızmı? Bilirəm, dərs deyirsiniz, başınız çox qarışıqdır. Amma əlavə yaradıcılıqla məşğulsuzmu? Əlbəttə, mən daha çox kino nəzəriyyəsindən dərs deyirəm və kino nəzəriyyəsi üzrə məqalələr yazıram, çıxış edirəm mətbuatda. Bir neçə il bundan kitabım çıxdı, kino göz və söz arasında. İndi hal-hazırda başqa bir kitabı bitirmişəm, o üçüncüsünün üzərində işləyirəm. Yəni, müxtəlif sahə, mənim maraq dairəm olduqca genişdir. Kino əlbəttə ki, bir öndə dayanır. Hal-hazırda mən Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının doçentiyəm. Orada mənim öz üzərimə götürdüyüm yük var. Tələbələri yetişdirməliyəm, sonraki nəsli tərbiyə edirəm. Öz fikirlərimi onlara ötürürəm ki, sabahları mən olmayandan sonra mən onlarda yaşayım öz fikirlərimlə.
Mənim fikirlərim orada da, mənim intellektual həyatım davam eləsin, bitməsin burada. Bu elə belə bir şey deyil. Biz əgər dünyanı dərk ediriksə, elə bizimlə getdi, bunda nə oldu bu? Bir-birimizi ötürməliyik. Psikotexnika bu olmalıdır. Bir-birimizi ötürməliyik. Bizdən sonra gələn yeni nəsil. Bərəkətdir bu. Bərəkət, işıqdır. Sən özündən sonra özün davamın, uşaqların evdə, nəvələrin, onlar öz yerində, bundan başqa tələbələrin, sən fikrivi, yoluvu davam elətdirən tələbələr. Bax, bunlar, mən kino nəzəriyyəsinə daha çox işləyirəm, hal-hazırda da bir, olduqca maraqlı ideyalarım var, layihələrim var. Çatdıra bilim, Allah eləsin, imkanım olsun, gücüm olsun, yolları tamamlaya bilim inşallah. Sağ ol olasın. Nadir müəllim, və sonda mən istəyərdim. Bax, sonraki nəslə, ümumiyyətlə kino ilə, yaradıcılıqla məşğul olmaq istəyən bizim dinləyicilərimizə nə mesajı verərdiniz? Mən burada heç bir orijinal ola bilmərəm, amma mən təxminən uzun illər bundan əvvəl biz mən texnikumda oxuyurdum. Mədəni maarif texnikum. Sonra gəldim İncəsənət Universitetində. İnstitut idi o vaxtı, daxil oldum. Elə orada da teatr üzrə, demək, mədəni maarif texnikum teatr şöbəsində oxuyurdum. Orada o vaxtda kitabxanaçılıq adlanırdı. Orada bir görüş oldu, şairlər, aktyorlar, hamısı gəlmişdi. Və sizin indi verdiyiniz sualı bizə gənclərə nə məsləhət görərdiniz? Orada Bəxtiyar Vahabzadə durdu ayağa, dedi ki, bir qəşəng bir şey, o mənim yadımdan çıxmadı ki, yaradıcılıqla yazırsınız, pozursunuz, o ilə bərabər sizin qoy məsləkiniz olsun. İstəyir yazmayın, istəyir yazın, amma məsləkiniz olsun. Məslək. Məslək o şeydir ki, sən onun uğrunda ölümə gedərsən. Məslək o şeydir ki, sən ondan dönməyəcəksən. O sənin həyatında necə vaxtilə Abbas Səhhət dedi, məsləkim tərcümeyi halımdır. Mən bilim sənin məsləyin var, deməli tərcümeyi halım var. Yox, əgər o yoxdursa, sən elə belə külək ha tərəfə vırıb, kim gəldi, kimdən xeyir götürəcəksən, o tərəfə getmirsən, məsləkin yoxdur. Mən yaradıcı gənclərə birinci növbədə məslək arzu edirəm, bütün varlığı ilə bağlansın. Ondan sonra o əsərlər yazacaqlar, o bədii priyomlar, bunlar hamısı öz-özünə düzələcək. Sənin əgər məsləyin varsa, sən ifadə edə bilirsənsə özünü, deməli sən sənətkar olacaqsın. Bilmirəm siz necə? Mən çox zövq aldım söhbətimizdən. Çox təşəkkür edirəm sizə. Çox sağ olun. Mən də elə sizin suallarınızdan təşəkkür edirəm ki, sahib dəvət elədiniz bura. Allah qoysa, digər maraqlı tədbirlərlə əlaqədar mən də gəlim sizin studiyada öz fikrimi bildirim, müzakirə eləyək, mübahisə eləyək, yeri gələrsə. Düşünürəm ki, bu ilə əlaqədar biz dinləyicilər deyim, tamaşaçılar deyəcəkdim. Dinləyicilər də öz söhbətimizə qata bilərik inşallah. Çox təşəkkür edirəm. Sağ olun. Sinema Radio, Sinema Radio, Sinema Radio.